Aha. şəkildə mən pulu göndərdim. Dövizlə gönderdim pulu, hər nəysə. Dedi Hı. ki Malih bir 10 gün 15 güne dedi indi bunlar dedi birinci gündü sipariş verirler. İsviçre'den dedi bu makina gelir. Hı hı. Dedim olsun problem yoktu. Dedi en Üzr artığı istəyirəm, artığı üzr istəyirəm sizdən. Bax bu şəkildə görünən kimlərdir? soldaki Xeyyam Zülfikarlı'dır, sağdaki de Orxan'dı. Orxan Nağıyev. Hə. Aha. Biri Orxan'dı, biri de Xeyyam'dı. Bu dolu olan hansıdır? Biraz arıq olan hansıdır? Arıq olan Orxan'dı, dolu olan da Xeyyam'dı. Aha, aydındır. Nə oldu? Gəlmədi makina və yaxud da sizin 100 min dollarınızı qaytarmadılar. Necə oldu? Yol da yoktu, makina da yoktu. Makina bugün geldi, sabah geldi. Orxan'dan otluq bir yerde. Abisi Kenan geldi. Dedi Kənan ki, Suraxanı rayonu hərbi çağırışa dair dövlət xidmətinin rəisidir. düzdür, düzdür. Dedi ki, Kenangil'de baktım, o da şoföründen, zadından bir 3-5 nəfərlə geldi. Əmiz uşaqları töküldülər, geldiler ki, dediler ki, bu Orxanlıq məsələ değil. Get dedi Nihat'ı, Xeyyamı, Musalı ver dedi polisə. Orxan dedi ki, get qabaqda dedi Nərmanov polis idarəsi var. Get oraya. Dedim mən telefon açıram, sənə kömək olsunlar. Getdim Nərmanova, Nərmanov polis idarəsi dedi ki, get nə bilim 9 nömrəliyə. 9 nömrəliyə getdim, dedi get 6 nömrəliyə. 6 nömrəli polis idarəsinə gedirəm, deyir get 7-yə. 7-yə gedirəm, deyir get 5-ə. Məni gecə 11-ə qədər beləcənə dolandırdılar, o yana bu yana. En son bir dənə polis dedi ki, qardaş, dedi sen bu ərizəyi yazsan, dedi sen biz dedi basacaq içəriyə. Sen dedi buraya gelmemişsən, dedi sənin dedi telefonun geldi buraya. Xəbərin geldi ki, yani sabahına dedi sen fərqində değilsən, səni polis idarəsi dedi dolandırırlar. Dedi ərizə yazma dedi qardaş. O da Naxçıvanlıydı, Allah razı olsun ondan. Dedi qardaş ərizə yazma da, dedi bax sən dedi dirədibsən bura ərizə yazacağım diye. Dedi ərizə yazsan dedi səni biz burada tutub basacaq içəriyə. Ərzəyi dedi yazma dedi koy dedi dur çık git dedi. Pulu dedi cəhənnəm elə. Dedi cebiye dedi sen bunlar gətirərlər, narkotik koyarlar, bir pox eləyərlər, başa dedi 50 dənə iş açarlar. Dedi cinayət işi yıxarlar. Dedi kardeş koy git dedi Türkiye'ye. Dedim ha olsun problem yok. Geldim bu yana aradan neçə ay geçti. Böğün verdik gene sabah verdik. Böğün verdik sabah verdik. Döndüm ben de ikinci ayın yani 2025'in ikinci ayın biriydi ikisiydi. Beləcənə döndüm DTX-ın saytına yazı yazdım. Bir ildən çox, bir ildən Bir sonra. ildən çoxdur. Düzdür, bir ildən çoxdur. Döndüm DTX-ın saytına yazı yazdım. Aynı məsələyi yazı ilə DTX saytına yazdım. Belə-belə deyə. İkinci ayın 11'inde beni İbrahim Mirzayev diye bir tane Arap nömrəsindən aradı. Arabistan nömrəsindən aradı beni. 15 dakika danıştık. Məsələ nə Ərəbistan deyərkən Birləşmiş Ərəb Əmirlikləri 97 ilə başlayıb. numarası plus 971 nömrə ilə aradı beni. 71. Aha. 971 plus 971'li nömrə ilə aradı. Aha, tamam. Dedi mən Əli Nağıyevin birinci köməkçisiyəm. Dedi müracaat eləyibsiz bura. Dedim düzdür. Dedi nədir məsələ? Anladın. Ben de döndüm aynı size anlattığım kimin oraya anlattım. 15 dakika telefon danışığı oldu. Ekrem kaydını da almışam yani 15 dakika danıştığımıza dair. Dedim ben birinci köməkçisiyəm. Əli Nağıyevin birinci köməkçisiyəm. Aha. Onun birinci Dedim, köməkçisi yoxdur, bilmir. Yəni İbrahim Mirzayev deyil. Mən eləcənə dedi, danışdım. Ben dedi ki, Əli müəllim də dedi yanımdadır. Sizi eşidir. Ona göre dedi danışın. Söhbət bu şəxsdən gedir. Düzdür. Düzdür. Aha. Özüdür. Aha, buyurun. İbrahim müəllimlə danışdıq. Dedi nədir məsələ? Mən də aynı sizə anlattığım kimin 15 dakika məsələni ən başdan ən axıra kimin anlattım. Dedim belə-belə məsələdir. Dedi sağ olun, aydındır. Dedi müəllim dedi deyir ki pul ödənəcəkdir, narahat olma. Dedim Əli yaxşı, sağ ol. Nağıyev deyir ki, pul ödəniləcək. Ödəniləcəkdir. Quruşu quruşuna ödəniləcək. Dedim yaxşı dedim, sağ olsun. Bəs
Siz nə bildiniz ki, Əlin Ağayev sizi eşidir? Bəlkə heç Əlin Ağayev eşitmirdi. Dedi ki yanımdadır. Dedi yanımdadır dedi sizi danışır. Eşidir. Ali müəllim dedim yanınızda dedi hə yanımda dedim bir səs versin dedi salam. Hı -hı. Dedim dedi məsələni indi anladın. Mən də döndüm məsələni anlattım. Dedi siz hani bu sayta yazdığınıza göre dedi ne varsa dedi sayta yazdıklarınızı da dedi bir dedi deney. Ben dedim bana dəladuzluq eləyib dedim pulumu alıbdılar. Ali müəllimin dedim adını çəkibdilər. Adına göre dedim ben pul vermişəm bunun. Ali müəllimin adına göre dedim pul vermişəm. Dedim yani bunlar siz de bilirsiniz ki DTK xırda bir kurum değil. Hı -hı. Reisin adı çəkilirsə eğer onun adıyla dəladuzluq elənilirsə ya bunun cevabını Əlin Ağayev DTK reisi ya Əlin Ağayev mi verəcəkdi? Verəmirsə də o koltukta oturmasın. Vəssalam. Bizim Türkiye'de de DTK kimi mitimiz var. Onun adını hiç kimse çəkib də bir dənə qoxumunu siz eşidib siz bir yerde bir dəladuzluq elədiyini eləyə bilməz. Onun sabahına kim vurulsun tutup basarlar içeri. Yaxşı, Əlin Ağayev dedi ki, pulunuz ödəniləcək. Ödəndi mi? Yok, Ali müəllim demədi, yalan deyər mənəm. Dedi İbrahim Bey dedi ki, dedi Ali müəllim deyir ki pulunuz kuruşuna ödəniləcək. Dedim yaxşı dedim, sağ olsun. Dedi gözləyin sizə zəng eləyəcəklər. Aradan 3-4 dakika geçti, geçmedi bir baktım beni Kenan Ağayev aradı. Ben de bunun telefonuna cevap vermedim. Naxçıvandan Xeyyam döndü beni aradı. Dedi Malik tez elle dedi Kenan abi seni arıyor. Tez el telefonuna cevap ver. Senden danışmak istiyorum. Kenan Ağayev'le sonra danıştım. Yani başka birinden sonra danışırdım. Kenan Ağayev'le danıştım. Dedim buyur abi. Dedim Malik dedi sen buraya yazı yazmışsan dedim düzdü yazı yazmışam. Dedim demlerde dedim İbrahim Mirzeyev adında bir tane adam zəng elədi. Onlara dedim danıştım. Dedim Ali problem yoktu dedi sen dedi bu saatten sonra ne Kenan Orxan'ı tanırsan ne Xeyyamı ne Vusalı ne Nihat'ı hiç kimseyi dedi sen tanımırsan sen dedi alacağım məndədir kardeş. Sen dedi bu saatten sonra məni tanıyırsan. Dedim nəsə ayrı yerə də müraciət eləməyə lazım yoktu. Dedim tamam abi sağ ol. Dedi mənə şəxsiyyət vəsiqəsini at dedi tez səni çağırıram Bakıya gel burada pulu əlbəəl verəcəm sənə. Notarusdan dedim hər dənə sənət verəcəksən. Dedim o problem yoktu da dedim sen ne vaxt dedim desem ben gelirim problem yok. Biletimi kesersen ya dedim ben keserim gelip çıkarıq oraya problem değil. Yaxşı dedim benden haber gözle. Bir gün geçti, 2 gün geçti, 3 gün geçti, 5 gün geçti. Ha bugün ha sabah, bugün sabah, bugün sabah. En son Kenan abiye dedim abi dedim ben ne oldu dedim ben sen söz verdin ki dedim pul mənlikdə dedim ne Orxanlıqdır ne Xeyyamlıqdır ne dedim başka birini. Dedim Ali mənlik değil. Pulu dedi kime verirsen dedi git ondan al. Yani da deməyim budur ki yani bunlar nətər işitsə valla bilmirəm mən yani yiyənləri də ama Ali müəllimi də heçə sayırlar. Ondan Və sonra sonradan Əlin Ağayevlə və yaxud da İbrahim Mirzəyevlə danışmadınız. Bir neçə dəfə İbrahim Mirzəyevə yazdım dedim prezidentə müraciət eləyəcəm, prezidentə şikayət eləyəcəm. Heç oralı olub cavab da vermədilər. Yani bunlar yani gördüğüm odur ki Kur'an haqqı hiç prezidenti de oralı saymırlar. Bəs Türkiyədə kiməsə müraciət etmisiniz? Türkiyədə məhkəməyə falan. Yani, vəkillərdən soruşdum dedi ki bu məsələ Azərbaycanlıqda Azərbaycanda həll edilənər. Yəni bura dedi 5 il 10 il dedi çəkər yəni bu məsələ.